Həftə sonu xonçalarımız məclislərdə necə görünür? Gəlin bir yerdə baxaq. Birinci məclisdə Zəhra xanımın xonçalarını görürsünüz. Xonçalar xına xonçalarıdır. Çəhrayı tonlarda şirniyyatlar, konfetlər, geyimlər, çərəz, xına və kosmetik xonçası hazırlanır. Hər biri xeyirli olsun. İkinci məclisimizdə isə Gülxanım xanımın nişan xonçaları var. Bu məclisdə təbii fonun gözəlliyi xonçaları daha gözəl göstərir. Bu məclis üçün də həmçinin şirniyyatlar, çərəz, meyvə, konfetlər, geyimlər və s. hər biri krem tonlarda güllərlə hazırlanan xonçalarda bəzənmişdir. Hər biri xeyirli olsun. Bura qədər gəlmişkən təmiz dəniz havası alıb və isti qutablardan yeməmiş getmək olmaz. Bir neçə dəqiqə dəniz mənzərəsini izləyəndə əslində orada hiss edirsən həyatının nə qədər qaçaqaçlı olduğunu. Ancaq işimə olan sevgim məni digər məclisə gətirdi. Səbinə xanım üçün 17 ədəd dəstdən ibarət olan xonçalar yola salmışdı və dəstimizdə düşünəcəyiniz bütün xonçalar var idi. Hər biri xeyirli olsun. Əslində həmin gün 2 ədəd həri dəstimizdə var idi, ancaq onları çəkə bilmədim. Çünki biraz üst başıma əl gəzdirib başqa ad gününə getməli idim. O ad gününə getməmək kimi bir ehtimal yox idi. Çünki bütün əzizlərim, doğmalarım oradaydı. Saat neçə olursa olsun mən o məclisə çatmalı idim. Çox yorğun olsam da doğmalarımın, əzizlərimin yanında bu yorğunluğum keçib getdi. Təki həmişə xoş günlər, ad günləri, məclislər üçün yorulaq.